Vətən sərhəddən başlayır. Sərhəddi qorumaq elə vətənin özünü qorumaq deməkdir. Vətənin sərhəd xəttində xidmət etmək, səndən arxada olan doğma yurttaşlarının rahat və firavan yaşamağı deməkdir. Bu yolda canından keçənlər isə Tanrı dərgahında şəhidlik zirvəsinə ucalanlardır. Mübariz Əhmədov 1 yanvar 1963-cü ildə Sabirabad rayonunun Qaratəpə kəndində dünyaya gəlib. Ali təhsilini Azərbaycan Pedaqoji Dillər İnstitutunda alıb. 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başlayanda mübariz baş verənlərə biganə qala bilmədi. O, özünü müdafiə batalyonuna könüllü yazılır və Qarabağın müdafiəsinə qoşulur. Ağdam rayonundakı hərbi hissənin bölük komandiri kimi döyüşlərə atılır. Dovşanlı, Xramort, Qazançı, Əskəran, Pircamal, Aranzəmin, Ağbulaq, Yenikənd, Naxçıvanik, Abdal Gülablı, Kətik, Dəhraz, Xanabad və Şuşa uğrunda gedən döyüşlərdə mərdliklə vuruşur. Ağdam rayonunun Abdal Gülablı kəndi 1992-ci ilin 24 sentyabrı son döyüş. Həmin gün kənd erməni işğalçılarından azad edilməli idi. Düşmən gecə yarıdan başlayaraq kəndi ağır silahlarla atəşə tuturdu. Döyüşçülərimiz qələbə əzmi ilə əks hücuma keçirlər. Qəflətən yaxınlıqda mərmi partlayır. Mübariz ağır yaralanır. Onu döyüş zonasından uzaqlaşdırırlar. Lakin artıq gec idi. Mübarizi ölümün pəncəsindən xilas etmək mümkün olmur. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Əhmədov Mübariz Əlizadə oğluna ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adı verilib. Sabirabad rayonunun Qaratəpə kəndində Şəhidlər Xiyabanında dəfn edilən şəhidin xatirəsinə rayonun mərkəzində abidə ucaldılıb.